Demək ki, İsveçrənin Lozan şəhərində yerləşən Beynəlxalq Olimpiya Muzeyinin girişindəyəm. Burada görürsünüz, məşhur əksəriyyətən tanıdığı şirkətlərin logotipləri əks olunub. Bilmirəm, qızıldandır, qızıl suyundandır, başım çıxmır. Əksər tanıdığımız şirkətlərdir və bu muzey bu şirkətlərə təşəkkür edir. Buranın saxlanmasına, xidmətinə kömək elədikləri üçün. Tam mərkəzdə bu adı görürsünüz. Əlişir Usmanov. Bu Özbək əsilli Rusiyalı milyarderdir, trilyarderdir, bilmirəm. Yəni, yeganə insandır ki, onun adı burada var. Yəni, digərləri hamısı firmalardır. Yox, yanılıram burada. Deyəsən, burada da bir ad var. Amma mənim diqqətimi çəkən onun tam mərkəzdə yerləşməsidir. Heç şübhəm yoxdur ki, ənənəvi Sovet təfəkkürlü milyarderlər kimi Əlişir müəllim o adının tam mərkəzdə yerləşməsi üçün bu muzeyə əməllicə hörmət edib.